Hekayələrlə dəyərlər silsiləsi. Ədaləti öyrədən hekayələr. Xəlil İbrahim bərəkəti. Çox qədim zamanlarda Xəlil və İbrahim adında iki qardaş var idi. Böyük qardaş Xəlil evli, İbrahim isə subay idi. Əkinçiliklə məşğul olaraq pul qazanan bu iki qardaş atalarından qalan tarlanı birlikdə əkib becərirdilər. Tarladan yığdıqları məhsulu da bərabər şəkildə bölüşürdülər. Hər iki qardaş bir-birlərinin xətirlərini çox istəyirdi. Böyük qardaş Xəlil səhər lap tezdən oyanar, İbrahim məndən kiçikdir, onu çox yormayım. O oyanmadan mən tarlada işimlə məşğul olum, deyərək yola çıxardı. Kiçik qardaş isə, böyük qardaşım evlidir, uşaqları var. O öz uşaqlarına daha çox vaxt ayırmalıdır. Ona görə də mən gərək tezdən oyanıb tarlada işə başlayım ki, işin bir qismi görülmüş olsun, deyə fikirləşirdi. Beləliklə iki qardaş hər gün bir-birlərinə xəbər vermədən evdən çıxar, ancaq ikisi də eyni anda tarlada olardılar. Xəlil: "Xeyirdir qardaş, yenə tezdən oyanmısan, biraz da yatardın," deyərdi. İbrahim də: "Yuxum qaçdı, mən də tezdən gəlib işə başlayım dedim. Kaş sən biraz da evdə qalaydın," deyə cavab verərdi. Günlər beləcə axıb gedirdi. Yenə belə bir bahar fəslində iki qardaş tarlalarına buğda əkmişdilər. Yaz gələndə buğdalar cücərmiş, torpaqdan baş qaldıraraq sümbüllər vermişdi. Artıq yığılma vaxtı gəlib çatmışdı. Qardaşlar yenə səhər tezdən tarlaya gedib axşama kimi işlədilər. Yığılan taxılı bərabər bölüb anbarlarına yığdılar. Həmin axşam Xəlil öz həyat yoldaşına: "Xanım, çox şükür ki, tarla bol məhsul verdi," dedi. "Bu ili çox rahat keçirərik. Taxılı biz İbrahimlə bölüşürük. Amma artıq onun evlənmə vaxtı gəlib çatıb. Toy eləmək, ev qurmaq da xərcli işdir. Öz taxıllarımı satıb ona pul versəm, bilirəm ki, qəbul etməz. Deyirəm ki, gizlicə öz anbarımızdan onunkuna buğda aparıb boşaldım. Beləliklə ona kömək etmiş olarıq. Sən bu işə nə deyirsən?" Həyat yoldaşı da onunla razı olduğunu dedi. Beləliklə Xəlil hər gecə gizli-gizli öz payına düşən taxıldan qardaşının anbarına daşımağa başladı. Bu arada kiçik qardaş İbrahim də: "Mən tək adamam, çox xərcim çıxmır. Ancaq böyük qardaşım belə deyil. Onun ailəsi, uşaqları var. Onun xərci mənimkindən qat-qat çoxdur. Mən ondan az buğda almalıyam," deyə düşünürdü. Ancaq qardaşının buna razı olmayacağını da bilirdi. Öz-özünə: "Ən yaxşısı onun xəbəri olmadan öz anbarımdan onunkuna taxıl aparım boşaldım," deyə qərar verdi. Beləliklə İbrahim də hər gecə öz taxılından kisə-kisə qardaşının anbarına taxıl daşımağa başladı. Günlər keçdi. İkisinin də taxılları azalmadı. Bir gün böyük qardaş Xəlil öz xanımına təəccüblə dedi: "Ay xanım, bugün yenə qardaşımın anbarına taxıl apardım. Amma bizim anbar boşalacağına, əksinə daha da dolur. Bu necə olan işdir?" İbrahim də bütün bu olanlardan xəbərsiz öz payından qardaşının anbarına taxıl daşımağa davam edirdi. Lakin ertəsi gün anbarındakı buğdaların daha da artdığının şahidi olurdu.
İki qardaş da taxıllarının azalmamasını başa düşə bilmirdi. Beləliklə Xəlil və İbrahimin hekayəsi dillərə düşdü. İnsanlar həm özləri, həm də dost tanışları üçün Allah Xəlil İbrahim bərəkəti versin deyərək dua edirdilər. Mən isə deyirəm, bu hekayəni dinləyən hər bir kəsə Allah Xəlil İbrahim bərəkəti versin. Amin.